Bu gün Kodera Bankının say sistemləri bölməsinə baxırıq. Ümumi anlayışlar 20 dənə sualdır. Bu nisbətən sadədir. Bir say sisteminin əsası nədir? Say sisteminin əsası say sistemində iştirak edən rəqəmlərin sayı deməkdir. İkilik say sistemində 0, 1 iştirak edir, 2 dənə yəni rəqəm iştirak edir. Ona görə ikilik deyirik. Onluq say sistemində 0-dan 9-a kimi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 dənə rəqəm iştirak edir. Ona görə də onluq deyirik. Ona görə cavab D variantı say sistemində iştirak edən rəqəmlərin sayı. İstənilən say sisteminin ən kiçik rəqəm simvolu hansıdır? Əlbəttə ki, bütün say sistemləri sıfırdan başlayır. Onluq say sisteminin ən böyük rəqəm simvolu hansıdır? Onluq say sistemində ən böyük rəqəm 9-dur. Yəni 10 rəqəm deyir, artıq ədədə keçir. 0-dan 9-a qədər bayaq yazdım. 9 ən böyük rəqəmdir. Hansı yazılış yanlışdır? Aşağıya baxırıq. 16 say sistemində 1, 2, 0 var. 8 say sistemində 1, 2, 0 var. 10-luq say sistemində 1, 2, 0 var. 2-lik say sistemində 1, 2, 0, 2 yoxdur. 1 ilə 0 var. Ona görə D variantıdır. Üçlükdə də 1, 2, 0 var. Hansı yazılış yanlışdır? Buradan da gördüyümüz kimi, yəni hansı say sistemində deməli yazılış rəqəm ola bilməz. O say sistemindən də iştirak edən rəqəmlər iştirak edə bilər, digərləri iştirak edə bilməz. Məsələn, 8 say sistemində 0, 1, 2, 3, 4, 5, 6 və 7 bu qədər iştirak edir və bundan sonra rəqəm 8 və 9 iştirak etmir. Ona görə A variantı yanlışdır. Hansı yazılış yanlışdır? Yenə baxırıq. 16 say sistemində düzgündür. Çünki 1-dən 9-a kimi rəqəmlər və sonra 9-dan sonra isə A, B, C, D, E və F hərfləri iştirak edir. 16 say sistemində düzdür, 10-luqda düzdür, düzdür. 8-likdə isə hərf iştirak etmir, yəni A hərfi yoxdur. E variantı. 7-ci hansı yazılış yanlışdır? Yenə bayaqki kimi sualdır. Düzdür, çünki 1 iştirak edir, 8-likdə də bunlar iştirak edir, 10-luqda A iştirak etmir. Bax, o da C variantı yanlışdır. Kompüterdə əsasən hansı say sistemindən istifadə olunur? Əsasən ikilikdən istifadə olunur. Mövqesiz say sistemidir deyir. Mövqesiz say sistemi biz bilirik ki, say sistemləri iki cür olur. Mövqeli və mövqesiz. Mövqesiz say sistemləri rum rəqəmlərinə aiddir. Digərləri isə mövqeli say sistemləridir. Bu rum rəqəmidir. İkilik say sistemində hansı rəqəm simvollarından istifadə olunur? İkilik say sistemində dedik 0 və 1-lərdən istifadə olunur. Təşriflərdən hansı doğrudur? 8-lik say sistemi mövqesizdir. Yanlışdır, çünki mövqelidir. Roma rəqəmləri mövqelidir deyir, mövqesizdir, olmalıdır. 16-lıq say sistemi mövqesizdir, xeyr, mövqelidir. Roma rəqəmləri mövqesizdir, doğrudur. 10-luq say sistemi mövqesizdir, yanlışdır. 10-luq say sistemində hansı rəqəm simvollarından istifadə edilir? 10-luq say sistemində 0-dan 9-a kimi rəqəmlər iştirak edir. Hansı yazılış yanlışdır? Doğrudur. 16 say sistemində var, ikilikdə var, 10-luqda var, 8-də bax, yenə 8 yox olmamalıdır, D variantı. Ədədində əvvəl və sonra gələn, əvvəl və sonra 56-dan əvvəl gələn neçədir? 55-də əlbəttə ki, 55 7-likdə var. İndi 57 olmalıdır normalda, amma 57 7-lik say sistemində 7 iştirak etmir axı. Demək, rəqəm bitdikdən sonra gedir başa və altını götürür, yanına 0 qoyur. Biz bilirdik ki, rəqəmlərdən ədədləri düzəltmək üçün o rəqəm bitdikdən sonra yenidən başa qayıdıb, başdakı qalan rəqəmi götürüb yanına 0 əlavə edib və digərlər 0, növbə ilə 0, 1, 2, 3 və s. Burada da deməli, 55-dirsə, 50-dən başlasaq 50, 51, 52, 53, 54, 7-likdən söhbət gedir, hamısı 7-likdir. 54, 55, 56, 7-likdə, amma 57 deyə bilmirəm, təzələn 50-lər qutardı və gedirəm 60-a, 60 götürürəm, 60, 61, 62, yenə 7-likdə də yazmıram. 63, 64, 65, 66, 67 deməyəcək. Nə deyəcək? Əlbəttə ki, 70 deyəcək və s. belə gedəcək. Demək, 55-dən də sonra 56 gəlir. 56, 7-lik say sistemində. 56-dan da sonra gəlir
60. Çünki 57 ola bilməz. 60. B variantı 55, 60. 16-lı say sisteminin ümumi neçə simvol var? 16-lı say sistemində ümumi 16 dənə simvol var. Bəzən qarışdırır uşaqlar 15 deyir. Sıfırı saymırlar. Sıfırı da saymaqla 16 dənə simvol var. Ona görə deyir ki, bütün say sistemi, burada dedik say sistemində iştirak edən rəqəmlərin sayı. 16 say sistemində 16 rəqəm iştirak edir. 16 simvol iştirak edir. Hansı yazılış yanlışdır? Bayaqki kimi. Ya düzdür, 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 düzdür. Burada isə bu hərf, yəni 16 say sistemində yoxdur. Ona görə Y variantı. 3, 7, 7, 8 ədədindən sonra gələn ədəd hansıdır? Bayaq dediyimiz kimi 3, 7, 7. İndi bundan sonra gəlməlidir deyək ki, 378, amma 378 gələ bilməz. Çünki 8 say sistemində 8 iştirak etmir. Ona görə də nə 70-dən sonra nə gələcək? 70 qutardı. 77-dən sonra gəlir, çıxır. 77 qutar 7-dən sonra gəlir 400-ə. 400 olmalıdır. Məsələn, deyək ki, bax, deyək 100, məsələn, 77-dən sonra gələcək 200. Başlayacaq 201. Bax, belə gedəcək. Burada da elədir. 377-dən sonra 400 gəlir. Belə. Sonra 235 ədədindən, yəni 235 altılı say sistemində ədədindən sonra gələn ədəd hansıdır? 235. 2, 5, 6 altılı say sistemində 236 deyə bilərsən, amma 236 olmur. Çünki 206 olmur, iştirak etmir. Ona görə də 30 keçir olur nə? 4, yəni 240 olur. B variantı. Hansı yazılış yanlışdır? Doğrudur. 8-likdə bax, bu yanlışdır. Digərləri doğrudur. Ədədindən sonra gələn ədəd hansıdır? 239. 239 deyil. 239 16-lıqda keçməlidir nəyə? 200, daha doğrusu 2, 3, 9-dan sonra keçməlidir 2, 3, 10-a axı. İndi 10 da orada A ilə göstərilir. Yəni 9-dan sonra orada rəqəm var. Məsələn, 10-luq say sistemində 9-dan sonra rəqəm yoxdur. Ona görə gedib 1-i götürəcək. Amma 16-lıq say sistemində normalda bax 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 sonra gəlir A, B, C, D, E və F. Bunlar gəlir. İndi biz burada rəqəmdən sonra A hərfi olmalı. 9-dan sonra A hərfini qoymalıyıq. Yəni 2, 3 və A. C variantı.